Qarşılayıram, elə çox elə oturub burada elə monitor arxası kişilənməyə yaxşıdır. Yaxşıyam istəyirsən da. Zor danışmıram, düz danışıram. Valla səni kimi insanlar var ha. O dost deyir sizə, demirəm dostluq edirsənsə pul buraxmalısan, yox. Bir dənə dostunuzun evi yansa, çöldə qalsa, inanın Allaha, Qurana da əlimi basaram ki, 2 gün evinizdə saxlayıb 3-cü gündə alından təpik vurarsınız. Hamınız maddiyyata gələndə dostluq yadınızdan çıxır, amma yeyib içməyə gələndə başda dostsuz. Hamı üzdə gülsün, üzdə mələk, dalda fələk. Hamımız kim gətirər dostun bir il evində saxlayar? Saxlayarsan, zırt saxlayarsan. Danışanda mənə burada dostluqdan danışırsan. Heç doğma bacımı belə gətirib evində 10 gün saxlayanda 11-ci gün ağzına əyilir. Çox uzun elə burada. Düzlükdən, ürəyi təmizlikdən danışanlar. Halalca ərvizə qısqanırsınız. Danışırsınız da, təbii ki boş-boş danışırsınız bəziləri. Sözün burada ağzı yırtıqlara deyə. Bizdə elə şey yoxdur yazırsan, sizdə elə şey var ki sözü üstüvə götürdün. Kişi özündən bilir işi, yadında bunu saxla. Mən sənin adını çəkmirəm, heç səni tanımıram da. Sən mənim dediyim sözü üstüvə götürdünsə, deməli sözüm sənə layiqdir. Mən burada sənin adını da çəkmədim, heç səni tanımıram da, sən şəxsiyyəti və nəsə deyim. Sən sözü götürdün üstüvə, bu boyda insanların içində və söz sənə toxundu. Sənə dəydi. Qapını açdın, söz sənə girdi, mənə yox. Mən danışıram sadəcə. Mən sənin adını çəkmədim ki. Deyirsən sənin nəslində. Mən sənə dedim sizdə. Gör məntiqaba deyir ki, sizdə ola bilər, bizdə elə bir şey yoxdur. Elə bil mən buna deyirəm sözü İmin Navoy. Mənə deyir ki, mən elə bir bundan WhatsAppda danışıram. Mən canlıda danışıram. Sözü üstüvə niyə götürürsən ki? Deməli söz sənə layiqdir ki, sözü üstüvə də götürdün. Başa düşdün? Mən canlıda danışıram, ad çəkmirəm. Amma sən elə bildin ki, mən WhatsAppda səndən danışıram. Gör sözü nə qədər üstüvə götürdünsə. Çünki sən o sözün sahibisən. Deyir sizin nəsildə ola bilər, bizdə yoxdur. Elə mən bunun adını çəkirəm. Mənə deyir, sizdə ola bilər, bizdə yoxdur. Başa qalxmaq mənasında demirəm. Sözün düzün danışan, ləman qədər yaxşılıq eləyən, ləman qədər xəstələrə pul yığan, ləman qədər belə hamının yanında duran, hələ qıraqda elədiklərimi demirəm. Mən monitorda özümü göstərməyə xoşlamıram. Elədiklərim bilir kimlərə neynəmişəm. Halal xoşları olsun.